Biz xanım Zəhranı nümunə kimi tanımamışıq. Həzrəti Zəhra insanlığa nümunədir. Özdə səhv sözdür deyəsən xanım Fatimə Zəhra qadınlar üçün nümunədir. Qadınlar üçün yox. Xanım Fatimə Zəhra insanlıq nümunəsidir. Fərqi yoxdur, cinsindən asılı olmayaraq hər bir insan üçün Həzrəti Fatimə böyük bir nümunədir. Fatimənin nuru Allah nurundan yaranır. Göylərin, yerin yaranması Fatimənin nurundan yaranır. Xanım Fatimə Zəhranın mənəvi məqamı o dərəcədə böyükdür ki, tarix yazır istisnasız. İstisnasız yəni həmişə. Heç vaxt olmadı ki, başqa cür olsun. Hər zaman istisnasız Xanım Fatimə Zəhra otağa girərdisə, Peyğəmbər ayağa durardı. İstisnasız. Durardı, onu öz yerində oturturardı. Və bu, qızına olan məhəbbət kimdə öldü? Yox, Peyğəmbərin ondan sonra da qızı var. Peyğəmbərin ondan sonra neçə qızı var? Zeynəb, Rüqəyyə, onlar da Peyğəmbərin qızları. Həzrəti Cəbrail Peyğəmbər vəfat eləyəndən sonra xanım Zəhra vəfat eləyənə qədər bu evə gəlib gedirdi və xanım Zəhranın xidmətində idi. Allah bir qrupda mələkə yaradır, nə qədər Fatimə diridir, o mələkələr onunla gəzirlər. Fatimə dünyasını dəyişəndə də onlar Fatimənin kənarındadılar, hətta Fatimənin qəbrində də onlar Fatimənin. Xanım Fatimə Zəhra da mələklərlə danışırdı və xanım Zəhraya mələklər ilahi həqiqətləri ilham edirdilər. Fatiməyə onlar salam, salavat deyirlər, həm Fatiməyə, həm Fatimənin atasına, həm Fatimənin yoldaşı Əli və həm də onun balalarına, yəni Həsən və Hüseyn və 11 imamın hamısı onlara bunlar salam salavat deyirlər. O mələkələr ta qiyamətə qədər. Ona görə də Allah mələkələrinə dedi, ay mənim mələkələrim, ay behişdə sakin olanlar Əli əleyhissalamı, Fatiməni təbrik edir. Biz xanım Fatimə Zəhranı Həzrəti Əli əleyhissalamla müqayisə eləyək. Fatimə və Əli iki bədəndə olan bir ruh kimidirlər. Allah deyir, yer kürəsində ən sevimli insanı kişilərin içində, ən istəhli bəndəmi qadınların içində bir-birinə mən yoldaşım. Və belə bir ailədən bütün pak, təmiz nəsl-i dünyayı. Allah kamil insan nümunələrini bu ailədə qərar verir. Birini qadın şəklində, birini kişi şəklində. Kamil insan nümunəsi qadın vücudunda xanım Fatimə Zəhradır, kişi şəklində isə Həzrəti Əli əleyhissalamdır. Əli əleyhissalamla Fatimənin onların kəbinin Allah oxudu. Mehriyə nə mənə təyin elədi? Yer kürəsi də onun mehriyəsidir. Xanım Zəhra Əli əleyhissalamın güzgüsüdür, Həzrəti Əli xanım Fatimə Zəhranın. Onların hər ikisi Peyğəmbər qucağında tərbiyə olunublar. Həm fiziki baxımdan, yəni cismani baxımdan Peyğəmbər onları böyüdüb, gözlərini Peyğəmbərin evində açıblar, Peyğəmbərdən tərbiyə alıblar. Həm də mənəvi baxımdan Peyğəmbər məktəbinin iki ən əsas, ən parlaq tələbələri və şagirdləridirlər. Həm dünyada Allah onu bizə təyin edir, ondan örnək götürər. Necə Quran buyurur, Peyğəmbər bizə nümunə bir insandır, üsvədir. Quran buyurur. Üsvə, yəni o nümunədir, ondan örnək götürmək lazımdır bizə. Peyğəmbər də buyurur hədislərdə, Fatimə bütün qadınlar üçün üsvədir. Ondan örnək götürmək lazımdır. Dünyası belədir. Fatimə bir nümunə insandır. Ahirəti də budurdur ki, buyurur qiyamətin günündə hər kəs Fatimənin ətəyinə əli qatdı, onu da qatdı. Hansı əqidədə olan insana bu nümunələri danışasan əgər, heç şübhəsiz təzim edir. Dünyanın harasında tanıtdırasan, deyəsən, bax bizim şəxsiyyətlərimiz bu insanlar olur.
dünyada təzim eləyərlər, hörmət eləyərlər. Peyğəmbər buyurdu ki, and olsun mənim nübüvvətimə, qiyamətin günündə Allah Cəbrayili gətirəcək, mən yapışacağım Cəbrailin əlinə. Peyğəmbər özü, mən yapışacağım Cəbrailin əlinə. Əli əleyhissalam gəlib yapışacaq mənim ətəyimə. Fatimə yapışacaq Əli əleyhissalamın ətəyinə. O birisi imamlar yapışacaq hamısı Fatimədən və Fatimənin Əlini sevənlərin hamısı yapışacaq onlardan. Ondan sonra Peyğəmbər buyurur ki Səlmana, Səlman, Allah öz Peyğəmbərin o gün hara aparacaq? Allah o gün Əlini, Fatiməni hara aparacaq? Bunları deyəndən sonra deyir ki, and olsun Kəbənin Allahına, həm Peyğəmbər, həm Fatimə və həm Əli və həm o imamlar və həm onların hamısını sevənlər, hamısı bir yerdə, onlar cənnətə daxil. Allah bizi Həzrəti Zəhranın dünyada o tanınmayan qəbrinin, Bəqinin, Mədinənin ziyarətindən, Qiyamətin günündə şəfaətindən bir nəsib eləməsin inşallah. Əssalamu aleykum və rəhmətullah. Alemlerin zehrası ya Fatime, ya Fatime, 11 imam anası ya Fatime, ya Fatime. Alemlerin zehrası ya Fatime, ya Fatime, 11 imam anası ya Fatime, ya Fatime. Səbr eyledin her zulme, tükenmez taqətinlə. Her bir zaman barışdın Allah'tan qismətinlə. Səbr eyledin her zulme, tükenmez taqətinlə. Her bir zaman barışdın Allah'tan qismətinlə. Sen tanındın cahanda öz həya ismətinlə. İsmət həya dünyası ya Fatımə, ya Fatımə. Sen tanındın cahanda öz həya ismətinlə. İsmət həya dünyası ya Fatımə, ya Fatımə. Alemlerin zehrası ya Fatime, ya Fatime, 11 imam anası ya Fatime, ya Fatime. Alemlerin zehrası ya Fatime, ya Fatime, 11 imam anası ya Fatime, ya Fatime. Getirdin hayata kerbu bela sultanım. Sidir yürekle baş eğdin her hükmüne Xudanım. Sen getirdin hayata kerbu bela sultanım. Sidir yürekle baş eğdin her hükmüne Xudanım. Sen Fatım'ın fəxridin, həyalı mürtəzanım, Peyğəmbərin balası ya Fatımə, ya Fatımə. Sen Fatım'ın
fəxridin, əyali Murtəzanın, Peyğəmbərin balası, ya Fatimə, ya Fatimə. Aləmlərin zəhrası, ya Fatimə, ya Fatimə. 11 imam anası, ya Fatimə, ya Fatimə. Aləmlərin zəhrası, ya Fatimə, ya Fatimə. 11 imam anası, ya Fatimə, ya Fatimə. Aləmlərin zəhrası, ya Fatimə, ya Fatimə. 11 imam anası, ya Fatimə, ya Fatimə. Aləmlərin zəhrası, ya Fatimə, ya Fatimə. 11 imam anası, ya Fatimə, ya Fatimə. Günler inşallah bildiğiniz gibi en güzel ahlak sahibi olan, rahmet olarak gönderilmiş sevgili Peygamberimizin Mehmet sallallahu aleyhi ve sellemin aziz kızı Hanım Fatimiye Zehra sallallahu aleyhanın mevludu, doğum günüdür. Kadınlar bayram günüdür. Peygamber sallallahu buyuruyor ki Allah Fatime'nin sevindiğiyle seviner, gazabıyla gazablanır. Deməli, bu günlər Allah'ın sevindiği gündür. Bugün bayramdır. Bu bayram münasibetiyle hamımızı tebrik ederim. O cümleden burada analarımız, bacılarımız oturup bu bayram münasibeti onları da tebrik eder. Recep bu yere bakın. Bir anlaya. İnşallah biz genci imamzade, yani 5. imamımız Mehmet Bakir Aleyhisselam'ın oğlu, 6. imamımız İmam Cəfər Sadiq Aleyhisselam'ın kardeşi İbrahim Aleyhisselam'ın ziyaretine gidiyor. O cümleden de hem Cavad Han'ın qəbrini ziyaret edecek ve Şahbaz Məscidində namaz da kılacak. Allah bizi başka ziyaretlerde qəbul etsin, bu ziyaretimizde qəbul etsin. Allah Diyanət günü özünü, Hanım Zəhranı, Hanım Zəhra atasını, həyat yoldaşını, yani atası Peyğəmbər Sallallah'ın həyat yoldaşı Mevlamız Aleyhisselam'ı, o cümleden evlatlar İmam Həsən İmam Hüseynin ve ümmət 14 məsumun şəfayətin bizden bir nəsib eləməsin. Salavat Peyğəmbər al Peyğəmbərə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Həmin ya Yusuf'in gönderdiği köynəyi Yaqub aleyhisselam gözüne sürtenden sonra ne oldu? Gözleri asıldı. Niye ay Vehhabim ben Kur'an'ı öptüğüme göre
mən Qur'anı özüm üçün şəfaati istədiyimə görə, hansı ki Allah Teala Fussilet surəsində, El-İsra surəsində buyurur ki, Qur'an-ı Kərimdə mümin insanlar üçün, Allah'a iman gətirən insanlar üçün rəhmət və şəfa ayələri var. Mən gedirəm Peyğəmbərin, Əhl-i Beytin qəbrini əlimi sürtürəm, sən mənə şirk deyirsən. Özündə elə Qur'an özü şirkdir də. Qur'an deyir ki, Yaqubun gözləri o köynəyin vasitəsilə açıldı. Mən gedirəm Peyğəmbərin qəbrini əlimi sürtürəm. Mənim etiqadım budur ki, mənim imanım budur ki, Həzrəti Peyğəmbərin torpağı, Həzrəti Peyğəmbərin Əhl-i Beytin yatdığı torpaq həmin o köynəkdən müqəddəsdir, o köynəkdən dəyərlidir. Əgər o köynək şəfa verirsə Allahın köməkliyi ilə, əgər Qur'anda Allah Teala deyirsə ki, balda bütün xəstəliklər üçün şəfa var, bal, arın balısında. Niyə Ağa İmam Hüseynin torpağında şəfaət olmasın? Niyə Peyğəmbərin torpağında şəfaət olmasın? Niyə Həzrət Əlinin torpağında şəfaət olmasın? Niyə İmam Musa Kazım Əleyhisselamın torpağında şəfaət olmasın? Alim Seyyid Məhəmməd Hüseyin Şirazi rəhmətli onun həyatına nəql edirlər. İraqdan çıxıb Küveytə gedəndə, İraqda onu çıxartdılar, yəni Saddam rejimi çıxartdı. Dənizlə gedəndə, dənizdə fırtına təlatüm əmələ gəlir. Başlayır bu minik gəmi başlayır axsamağa, yəni batmaq təhlükəsinə üzrə qalanda və rəhmətli Seyyid Məhəmməd Hüseyin Şirazi əlində olan Kərbəla torpağını atır dənizə, o çaya, bir fırtına dayanır. Ağa İmam Hüseynin torpağının bərəkətidirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub, şəraru məvtakum əl-uzzab. Sizin ən pis ölənləriniz subaylardılar. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, şərarukum uzzabukum. Sizin şər bəndələriniz, pis bəndələriniz subaylardılar. Vəl-uzzabu ixvanu şeyatin. Baxın bu hədisinin mənasına. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, subaylar şeytanın qardaşıdırlar. Daha doğrusu subaylar şeytanların, şeyatın sözü cəm gəlib. Şeytanların qardaşlarıdırlar. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ən-nikahu sünnəti. Nikah mənim, evlənmək mənim sünnətimdən, yəni mənim qanunumdandır. Fəmən rəqibə ən sünnəti fəleysə minni. Kim mənim qanunumdan üz döndərsə məndəndir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, əksəru əhlin nar əl-uzzab. Cəhənnəm əhlinin çoxu subaylardılar. Başqa bir hədisdə İmam Rıza aleyhisselamdan buyurur ki, İmam buyurur ki, İnnə imrəətən səələt Əbu Cəfər aleyhisselam, bir nəzər İmam Məhəmməd Baqir aleyhisselamdan soruşur ki, təqalə, qalət, qadın dedi ki, əsləhəkallah inni mütəbəttillə. Ya Allah'ın Peyğəmbərin oğlu, mən mütəbəttiliyəm. Nədir mütəbəttilə? İmam soruşur ki, وَمَا təbəttül indək? Sənin təbəttülün nədir? Dedi ki, La uridu ət-təzvic əbədən. Heç vaxt evlənmək istəmirəm. Qadın deyir, yəni ailə qurmaq istəmirəm. İmam buyurdu ki, və linə, nə üçün ailə qurmaq istəmirsən? Buyurdu ki, Əltəmisu fi zalikəl fəzl. İstəyirəm ki, ailə qurmayam və fəzilət əldə eləyəm. İmam buyurdu ki, insərifi getkinən, fələv kana fi zalikə fəzlun, əgər evlənməkliyi, tərk eləməklikdə fəzilət olsaydı, ləkanət Fatimətu əleyhissalam haqqu bihi, onda xanım Zəhra nə olardı? Əleyhissalatu əskəssalam, daha fəzilətli olardı. İnnehu leysə əhədun yəsbüqquhə iləl fəzl. Heç bir insan xanım Zəhranın fəzilətli keçə bilməz.
Peygamber o zaman ki deyir ki, ya Əli, əgər sən olmasaydın, məndən sonra müminlər tanınmazlar. Peygamber sallallahu aleyhi ve sellem demir məndən sonra Müslümanlar tanınmazlar. Niye müminləri deyir? Çünkü bütün Müslümanlar mümin deyirlər ona görə. Biz nə deyirik? Əşhədü ənə Əliyyən əmirəl müminin vəliyullah. Biz şəhadət veririk ki, Əli Aleyhisselamın kimin vəlisidir? Müminlərin vəlisidir. Sonra Peygamber sallallahu aleyhi ve sellem buyurur. Eğer bir nefer insan Nuh Aleyhisselam kadar ömür eləyə, Nuh Aleyhisselam kadar ömür eləyə, eğer bir nefer insan 1000 peygamberle Allah yolunda cihad eləyə, Uhud dağları ağırlığından var dövləti, qızılın, pılın Allah yolunda xərcləyə, illərlə, minillərlə, rükunla məqam arasında namaz qıla, ya Əli, əgər o insan sənin vilayəti tanımadan dünyasını dəyişsə, o insan əməli həbaən mənsura. Həbaən mənsura illah ki, o insan əməllə heç nə verilməz. Onda Allah ədalətsizdir. Deyərlər də, yəni bəzi insanlar, mən necə yəni, mən namaz qılıram, oruç tuturam, həccə gedirəm, pul xərcləyirəm, filan eləyirəm. Ancaq nə oldu elə mən bütün işləri elədiyim halda, mən İmam Əlinin vilayətini tanımıram. Onda Allah mənim əməllərimi qəbul eləmir, bəli, Allah sən əməlləri qəbul eləmir. Misal, bir nəfər namaz qılır. Namazı elə qılır ilahi. Elə bil ki, qucağında balası ölür. Elə bil ki, qucağında balasının başını kəsiblər. Allahın qarşısında diz söküb, elə ağlaya-ağlaya namaz qılır. Bütün vücudu Allahın yanındadır. Misal da, ancaq Allahı görür, hara baxır Allahı görür. Orucun növləri vardır, oruç tutandan növləri var. Yəni bu insanın bütün vücudu oruç tutur. Bütün vücudu. Bu oruç tutub namaz qılandır. Namaz qılır. Eğer insan pulu ala ve dediği maldan az vere, o adam mütessifdir ve bu insanın alveri haramdır ve mındardır ve necizdir. Fərqi yoxdur ki, insan alveriliyəndə malı tərəzidə qoysun, satsın, 10 kilo yerine 9 kilo versin. Yaxud piyalə ilə, peymanə ilə ölçür. İndi onlar yoxdur, qədim var idi. İstil ilə südü satardılar. Kilo ilə yox, balaca kasa var idi. Bir istil ölçərdilər ondan, deyərdilər filan kəsmənə 3 istil məsələn süt ver. İstili neçəyədir? Məsəl üçün 10 manat. O da piyalə ilə ölçərdi, istil ilə südü verərdi ona. İndi əgər o istili ölçəndə onu biraz titrədə başından tökülə yerə, buyurur bax, o haram alıverdi. Yaxud südə gətirə biraz su qata. 8 kilo süt, 2 kilo da ona su qata, 2 kilo bilinməz ki 8 kiloda. Onu 10 kilo adına sata. Əgər deməsə, bu haramdır. Desə eybi yoxdur. Necə tərəzidə satanda az versin haramdır. Necə metrə ilə ölçəndə parçanı, onu biraz az ölçəsən, 3 metrə əvəzinə, məsələn 2 metrə 80 ölçəsən verəsən, o haramdır. Necə piyalə ilə ölçəndə az versin haramdır. Buyurur, əgər bir nəfər fəhlədir, gedib vaxtın satıb birinə, yaxud idarə işçisidir, işləyir, orada razılaşıb ki,
səhər saat 9-dan axşam saat 6-ya qədər mən bu idarədə işləyəcəyəm. Ayda da bu qədər maaş alacağam. Yaxud fəhlədir. Sən üçün istəyir ki, evini remont eləsin. Sən də onunla danışıbsan ki, səhər tezdən gələcəksən, saat 8-dən məşğul olacaqsan, ta axşam saat məsəl üçün 5-dən, 4-dən, 6-yacan. Mən də sənə axşam belə müz verəcəyəm. Əgər bu adam vaxtından kəssə, buyurur, elə onun payıdır. O ki, kiloda az verir, o ki, metrə ilə ölçəndə az verir, bu adam da əgər idarədə, yaxud bir fəhləlikdə, ya bir işçilikdə vaxtın satıbsa, bu adam da əgər vaxtından kəssə, buyurur, o həftə oxuduğumuz ayələr, o həftə oxuduğumuz hədislər hamısı bu adamın da barəsində demək olar onu. Lənəti ki, oxuyurduq o həftə az satanlara, buyurur, bu da heç fərqi yoxdur ki, malından az verə, yaxud vaxtından az verə. Burada mən bir mətləbi də açıqlasam daha yaxşı olar. O belədir ki, iş iki cürədir. Biri budur ki, insan işi alır. Məsələn, gəlir, baxır evə, deyir, mən bu işi, sənə bu usulü düzəldib verəcəyəm. Bir saata düzəldəcəyəm, öz işimdir. 3 saata da düzəltsəm, o mənim öz işimdir. Sən gəl usulü məndən salim, salamat al, apar. Mən də bunun qarşısında səndən $50 pul alacağım. Bunun eybi yoxdur. Burada eləyə bilər, otursun, işləyə, işləməsin, otursun, dostu ilə danışsın, getsin, qəza namazı qılsın biraz özü üçün, getsin, meyvə alsın, gətirsin, bazardan otursun, yesin, yiyəndən sonra dursun, işləsin, öz işidir, eləyə bilər. Amma ikincisi budur ki, bu vaxtın deyir, mən 8-dən işləyəcəyəm, ta günortadan sonra 4-ə qədər. İdarələrdə belədir. 4-ə qədər mən sənə işləyəcəyəm. Sən də mənə bu maaşı verəcəksən. Bir namazdan sonra heç bir şeyə o vaxtın sərf edə bilməz. Namazdan başqa. Çünki namazı ondan qabaq vaxtın Allaha verib olur. Namaz heç, amma ondan başqa heç bir işinə məşğul ola bilməz. Çünki vaxtı mənim 4 vaxtı, mən satmışam. Gün 6 saat vaxtımı satmışam mən. Günorta yeməyə də icazə alıram. Deyirəm, mənə icazə verəcəksən də yarım saatda mən çörək alım, gətirim çörək yiyim, o da deyir, icazə verirəm. Yarım saat icazə verirəm çörək yiyim. Bunun da eybi yoxdur, çünki icazə alır. Amma icazə almasa heç bir iş görə bilməz. Bu adam vaxtın satır, namazda ondan qabaq Allah sənin vaxtını alır. 5 dəqiqə, 4 dəqiqə, 8 dəqiqə, neçə dəqiqəyə qılacaqsan, namazı qıl. Mən kitabların birində oxumuşam. Rus mühəndisi fəhlə gətirib işlədir, təsadüfən fəhlələr müsəlman olur. Bir gün mühəndis gəlib baxıb, görüb bunlar, dayanıblar, namaz qılırlar. Mən vermişəm, bunlar iş işləyərlər. Gəlib görüb, yox, bunlar demə namaz qılır, müsəlman namaz qılanımış, dayanıblar, qəşəng namaz qılırlar. Ay bala, siz burada nə iş görürsünüz, nə işlə məşğulsunuz? Və mən də deyirəm ki, siz mənə işləyirsiniz. O başa salıbsınız, deyir, yox, biz elə sənə işləyirik, amma biz azan deyilsə, müsəlmanıq, bizim qanunumuz budur, biz 6 dəqiqə, 7 dəqiqə, 8 dəqiqə qalıb o namaza, 8 dəqiqə biz namaz qılmalıyıq. Ondan qalan sənin işini biz görmüşük. Deyir, yox, belə şey olmaz. Sabahdan hər kəs namaz qılsa, onun maaşından kəsər. 1-2 gün keçib, gəlib baxıb, görüb, ikisi qılmır. Amma biri dayanır, vaxtında namazın qılır. Maaş verəndə o namaz qılana biraz o birisilərdən çox verir. Deyir, bir adam ki, ondan kəsmir, elə bundan da kəsmir. Bu, onlardan düz işləyər mənə. Mənzurum budur ki, yəni ki, namaz başqa, amma ondan sonra sən vaxtında kimə vaxtı satıbsan, o verdiyin vaxtı əməl eləməlisən. O vaxtın içərisində heç bir işdən görə bilməzsən.
İnsanların necə bir-birinin boynunda haqqı var hamısının. Atanın övlad boynunda haqqı var. Özdə çox böyük haqqdır. Mən neçə dəfə işarə eləmişəm, bilirəm yenə də ailələrdən narazılıq var deyə, mövzumuza aid olmasa da mən yenə də bunu vurğulamaq istəyirəm. Bir cavan oğlan, bir yaşlı adam kim olursa olsun, ata-anası ondan narazıdırsa, ata-anaya uf deyibsə belə, ürəyini sındırıbsa, gəlib ibadət eləyirsə, yəqin bilsin Allah qəbul eləmir. Bunu mən yəqin sizə deyirəm. Ata-ananın narazı olduğu övladın əməlini Allah qəbul eləməz. Hədisdə var, bu adam nəinki cənnətə getməz, heç cənnətin iyini hiss eləməz. Ata haqq da olsa, nahaq da olsa. Haqq-nahaq mövzusu ata-anaya aiddir. Ata haqq deyir, nahaq deyir. Ataya itayət vacibdir, istisna bir dənə budur ki, Allahın vacib buyurduğu və haram buyurduğu istisna. Bundan qeyri bütün hallarda ata-ananın sözü övlad üçün qanundur. İnsan Kərbəlaya gedə, Məşədə gedə, ata-ana narazıdırsa getməyinə nəinki savab qazanmaz, günah yazılar o Kərbəla səfərindən namə əməlinə. Ata-ananın haqqı çox böyükdür insanın boynunda, çox mühümdür. Ona görə də deyir, hətta baxışınla əziyyət eləsin, uf deməklə əziyyət eləsin, bil ki, səni halal eləməyənəcən, sənin ibadətin qəbul olmaz. Və ən böyük, ən şirin ibadətlərdən biri adam ata-anasına xidmət eləyər. Heç bir ibadətin o qədər savabı yoxdur ki, insan ata-anasının xidmətində olar. Bu çox böyük savabdır. Allah deyir, xüsusi hədiyyələr göndərir bu bəndələrinə. Güman eləmədiyi yerdən elə hədiyyələr verir ki, insan gözləmir. Nə üçün? Atasının, anasının xidmətində olması üçün. Bu çox mühüm məsələdir. Ustadın insanın boynunda haqqı var. Əleyhissalam buyurub, bir adam mənə bir dənə hədis dedisə, mənə özünə qul elədi, bir hərf öyrətdisə. Deyib eşidənin bir-birinin boynunda haqqı var. Qonşunun insanın boynunda haqqı var. Qohumun, yəni bütün haqlar qarşılıqlıdır. Və Allahın da haqqı insanların boynunda çox böyükdür. Yəni hesablamaq mümkündür. Necə deyəsən Allahın bizim boynumuzda nə qədər haqqı var? Allah varlığımızı bizə bəxş eləyib. Bütün vücudumuzu bizə ehsan eləyib. Saysız, hesabsız neymətlər. Günəş ətrafına yer fırlanır, bil ki, sənə görədir bu. Allah buyurur, onların hamısını sənə görə yarattım. Bu təbiətdə bu qədər hadisə baş verir, o aləmlər hamısı sən insan üçündür. Görün, nə qədər böyük haqqı var bizim boynumuzda. Və insan heç bir əməllə bunun qarşılığını verə bilməz. Nə inirsə eləsin, insan acizdir bunun qarşılığını ödəməkdə. Keçən həftə mən dedim, Peyğəmbər o əzəmətdə insan ömrünün son anlarında deyirdi ki, ilahi sənə layiq olduğun kimi ibadət eləyə bilmədin. Çünki Allahın bizim boynumuzda vəzif haqlarından biri budur ki, biz ona ibadət eləyək. Bəzi adamlar sən niyə ibadət eləmişsən? Deyir, vaxtım yoxdur. O iş üçün ki, onu bu dünyaya göndəriblər, ibadət üçün göndəriblər, deyir, ona vaxtım yoxdur. Ondan başqa hər şeyə vaxtı var. Allah buyurur, sizi ibadət üçün yaratmışam. Bir insan ki, onu ibadət üçün dünyaya göndəriblər, o şey üçün ki, gəlib, ondan başqa hər şeyə vaxt tapır, onu eləmir. Elə bir şagirdi məktəbə göndərirsən, dərs oxumağa gedir. Məktəb nə üçün dərs oxumaqdır? Deyirsən, ay bala, dərs oxu, deyir, ata vaxtım yoxdur. Oynamağa vaxt tapır, yeməyə, hər şeyə vaxt tapır, amma dərs oxumağa vaxt tapmır. O üzrü müəllim qəbul eləməz ki, dərs oxumağa vaxtım yox. Çünki məktəb dərs oxumaq yeridir. Dünyada ibadət üçün insanlar gəlir. Peyğəmbər ki, bu ibadətləri necə kamil şəkildə yerinə yetirirdi, axırda deyirdi, ilahi, biz sənə layiqincə ibadət eləyə bilmədik. Biz səni layiq olduğun kimi tanıya bilmədik. İmam Musa Kazım əleyhissalam deyirdi ki, bu duanı çox eləyin. Allahummə la təc'alni minəl muarin və la tuxricni minət təksir. Belə dua eləyin ki, ilahi bizi dində sabit olanlardan qərar ver. İmanı sabit olan insanlardan qərar ver və bizi təksirdən xaric eləmə. Səhabə gəldi, dedi ki, Yəbnə Rəsulallah, başa düşdü ki, sabit insanlardan qərar ver, bu aydındır. Bəs niyə bizi taxsirkarlıqdan uzaq eləmə? Bu necə duadır? İmam başa saldı ki, bunun mənası budur ki, nə qədər ibadət eləyirsənsə elə, həmişə bil ki, nöqsanlısan. Və bu fikir səni tərk eləməsin.
Nə badə özündən razı olasan? Nuh Peyğəmbər şeytandan soruşdu ki, insana hasan hakim olursan. Bir elə ki özündən razı oldu, mənimdir. Hasan özündən razı oldusa. O artıq mənə bəndədir. Nə qədər ibadət eləyirsənsə elə, deyəsən mən təqsirkaram. Peyğəmbər buyurur, bu hədis doğrudan da çox təəccüblü hədislərdəndir. Peyğəmbərin sözüdür. Buyurur ki, bilin, sizdən heç biriniz qiyamətdə əməlinə görə nicat tapmayacaq. Mən də sizin içinizdə. Çox qəribə sözdür bu. Peyğəmbər buyurur ki, hətta mən ki Allahın ən üstün bəndəsiyəm, əməlimə görə nicat tapmayacağam. Hamımız Allahın rəhməti ilə nicat tapacaq. Allahın rəhmətinin hesabına nicat tapacaq. Əmələ qalsa, heç mən də nicat tapmayacağam. Peyğəmbərdən təkrar soruşdular. Ya Rasulallah, sizin də Allahın rəhmətinə ehtiyacınız var? Buyurdu, bəli. Mən də cənnətə getsəm, Allahın rəhməti ilə cənnətə daxil olacağam. 80 il sən ibadət elə. 80 il yaşa, bir dəfə də günah eləmə. Amma elə ki, qiyamətdə Allahın neymətlərini görəcəksən, yaxşı, bu 80 ilin əvəzində desinlər, sən də 800 il cənnətdə qal. 8000 il qal. 800 min il qal. Sonra səni yox eləyəcək. Belə demir. O 80 il ibadətə elə ki, sonsuz neymət verir, Allah yolunda doğranan şəhiddə xəcalətdən başını aşağı salır ki, mən neynədir? Orada ki, Allah öz camalını insanlara göstərir, hər şeyini Allah yolunda qurban verən şəhid xəcalət çəkir ki, ilahi, mən sənin rəhmətinə ehtiyaclıyam, mən heç eləmədim sənin üçün. O qarşılıq ki, Allah verəcək, onda biz biləcək bizim əməlimizin heç bir qiyməti yox idi. Allah öz camalını göstərəcək inşallah möminlərə. Odur ki, deyiblər, əməl eləyəndə əmələ yox, kimə əməl eləyirsən ona bax. Bir günah eləmirsən, günaha baxma, gör kimə günah eləmirsən, onda bir günaha görə bir ömür ağlasan yenə azdır. Və ibadət eləyəndə də ibadətə baxma, kimə ibadət eləyirsən, onun əzəmətinə bax, onda bir ömür ibadət eləsən yenə də azdır. Gözün Allah'da olsun. Gözün Allah'da olsa məsumlar kimi bir dənə günah eləmədən Peyğəmbər gecə səhərəcən göz yaşı tökürdü. Allahın əzəmətini görən öz hissi olmasını, öz acizliyini anlayır. Mən misal demişəm sizə, Həzrət Salman Peyğəmbərin ən üstün səhabəsi idi. Həzrət Salman hədislərdə var ki, ümmətimin içində İsa ibn Məryəm kimidir. Həzrət İsa kimidir mənim ümmətimin içində, onun dərəcəsi, məqamı. Həzrət Salman dünyadan köçəndə ağlayırdı, qorxur, deyir ki, qorxuram, əlboş gedəm. İndi mən sizə sual verirəm, Həzrət Salmanın o bir ömürlük ibadəti üstün idi, yoxsa bu sözü ki, mən əli boşam. Vallahi ki, bu sözü ilə qiymət tapmışdı, o əməli ilə yox. O əməl gəlib axırda səbəb olur buna ki, mən biləm, mən acizəm. Onda qiymət tapıram. Həzrət Xədicə var dövlətinin hamısını Allah yolunda qurban verdi. Həzrət Xədicənin malı İslama xidmət elədi. Həzrət Xədicə var dövlətini Peyğəmbərə qurban elədi. Tərəddüd eləmədən. O var dövlətdə bir xanım, axırda Şəb-i Əbi Talibdə bir xurma ilə 2 nəfər yaşayırdı. O vəziyyətlərə düşdü Peyğəmbərin yolunda. Nəyi var idi verdi? Din yayıldı onun sərvəti ilə. Həzrət Xədicə dünyadan keçəndə xanım Fatimə Zəhranı çağırdı. Dedi, mən utanıram, həya eləyirəm atam Peyğəmbərdən. Səni çox istəyir, sənin sözlüyü yerə salmaz. Mənim heç bir əməlimə ümidim yoxdur. Mən qəbrə gedirəm. Mən heç nə eləməmişəm Allahdan nəsə istəyəm. Gez atıva dinən ki, o köynək ki, əyninə giyinir, onu məndən qəbrə qoysun. Bəlkə Peyğəmbərin köynəyinə görə Allah məni bağışlayar. Həzrət Xədicənin qiyməti, düzdür o əməllərinin çox təsiri vardı. Amma tərəziyə qoysun, o acizliyini etiraf eləməsi, o var dövlətini paylamasından daha üstün idi. Həzrəti Əbəlfəz ağa İmam Hüseyn yolunda nə qədər fədakarlıq elədi. Kimə İmam Hüseyn dedi, bir nəfsi ənd, canım sənə qurban olsun. İmam az adama bu sözü deyər, canım sənə fəda olsun. İmam əlini belinin üstünə qoydu Əbəlfəz, atdan yerə düşəndə. İmam Hüseyn əleyhissalam gəldi, onun başı üstə dayandı, dedi ki, əgər məni gün ortadan sonra axşama qədər öldürməsələr, Həzrət Əbəlfəzin müsibətinə görə mən axşama sağ çıxmazdım. Yəni, belə bir adam idi.
Amma onun qiyməti, əli kəsildi, qolu kəsildi, gözlərinə ox vurdular. O qədər əziyyət çəkdi. Həzrət Əbəlfəzi o əzəmətə qaldıran bilirsiniz nə idi? Deyirdi, mən neynədim İmam Hüseynə, mən heç nə eləyə bilmədim. Və o təfəkkürdədir qiymət, insanın dəyəri bundadır ki, elədikcə başa düşsün ki, mən acizəm. Elədikcə başa düşsün ki, mən heç nə eləməmişəm. Odur ki, Peyğəmbər Əbu Zərə deyir ki, sən nə qədər ibadət eləsən, bil ki, Allahın haqqını yerinə yetirməyəcəksən. Musa əleyhissalam Allah dedi ki, mənim nemətlərimin şükrünü yerinə yetir. Həzrət Musa dedi, İlahi, mən acizəm, mənə elə bir işdidin ki, o nemətlərin ki, o qədər sonsuzdur, mən necə şükür eləyim? Allahdan nida gəldi ki, ya Musa, şükrünü yerinə yetirdin. Elə şükrü bu idi ki, acizliyi başa düşəsən. Elə ki, sən dedim, mən eləyə bilmərəm, şükrün mənası elə budur. Elə şükür budur ki, başa düşəsən ki, şükür eləməyə acizəm. Mən bir hədis yazmışdım da, ona vaxt yoxdur oxumağa. Elə mən elə gəlir, bu qədər kifayət eləyər. Allah bizi şükür eləyən bəndələrindən qərar versin inşallah. İmam Səccad nəzərində mömin belədir. Deyir, İlahi, mən səndən istəyirəm, məni müvəffəq elə. Mənlə üzdə dost olub, ürəyində məndən dost olmayan insanlara xeyirxahlıq eləyim, onlara yaxşılıq eləyim. Buyurur, məni tərk eləyən dostlar var. Bəzi dostlar var ki, məndən uzaqlaşıb, soyuyublar məndən. Məndən dostluq eləmirlər. Mənə müvəffəqiyyət ver, mən də əvəz çıxım onlardan. Necə əvəz çıxım? Məndən əlaqəsini kəsən adam, məndən soyuyan adamdan mən necə əvəz çıxım, buyurur bilbir, mən yaxşılıqla əvəz çıxım. Ehsanı kəsənə ehsan eləyim mən. Məndən yaxşılığını əsirgiyənə mən yaxşılıq eləyim. Onlar mənlə əlaqəni kəsirsə, mən əlaqə yaradım onlarla. Onlarla əlaqəni kəsməyim. Onlar mənə bir dənə pislik eləyirsə, mən 100 pislik eləməyim onlara. Ondan sonra buyurur ki, mənim məhrum eləyən adama mən bəxş eləyim. Məhrum eləyən nədir? Mənim məsələn nəsə ehtiyacım var. Bilirəm ki, səndə o şey var. İmam Səccad deyir, mən gedirəm onun yanına, deyirəm filan şeyə ehtiyacım var, bilirəm də səndə var. Deyir ki, vermirəm. Mənim bir miqdar pula ehtiyacım var məsələn. Gedirəm, istəyirəm, bilirəm də var, vermir. Deyir, vermirəm. İmam Səccad deyir, indi birdən dövran dəyişsə, həmin o adam ki, mən onun qapısına getmişdim, bilə-bilə ki, imkanı var idi və özü də bilirdi ki, kömək eləyə bilər, kömək eləmədi, məni əli boş qaytardı. Həmin o adam mənim qapıma gələndə mən ona bəxşiş verim, onu əli boş qaytarmıyorum. Belə bir insan olum mən. Hə, sən o vaxt var idi, vermədin, indi mən də vermirəm, belə olmuyor. O məni qaytarıbsa, mən onu əli boş qaytarmayım. Ehtiyacını ödəyim. Bəzən çünki dövran belədir, zaman var, səndə bir şey var, zaman var, əlindən çıxır, o birinə möhtacsan. Dünya belə gəlib, belə də gedir. Ona görə deyiblər, əl üzdə olan nemətlərə məğrur olmayın. Cavanlıqdır, gözəllikdir, bir gün kesib gedər. Bugün sərvətin var, çox başı gizəlləndirməsin, sabah əlindən çıxar. Sabah möhtac olarsan, həmin o adama ki, onu bugün məhrum eləyirsən. Amma böyük insanlar o insanlardır ki, demir, hə, sən vermədin, mən də vermirəm. Bu böyük insandır, müminin əxlaqı belədir. İmam Səccad buyurur, məni məhrum eləyənə mən əta eləyim və həyatında da var. Bunu danışmışıq, Mərvan ibn Həkəm İmam Səccada zülm eləyən zalimlardan biri idi. Əhl-i Beytin də düşmənlərindən biri idi. İmam Səccad əleyhissalamın evini uçurtmuşdu, Mədinədə hakim olanda. Amma bir gün dövran dəyişir, Mərvanı təqib eləyirlər. Hakimiyyəti də bir gün birindədir, sabah başqasında. Təqib eləyirlər, qaçır, deyir, hara mən pənah aparım ki, mənə toxunmasınlar. Cəmaat məsləhət verir ki, ged İmam Səccadın evinə. O deyir, yox, mən ona zülm çox eləmişəm. Mən necə gedim? Deyirlər, sən onları tanımırsan, ged onun evinə. Gəlir, qapını döyür, deyir, yaddan Rəsulallah, ağa, icazə versəydir, sizə qonaq qalardım və sizin pənahınızda qalardım. Ərəblərdə də belə adət var ki, bir hörmətdə